Sağ olun. Çok sağ ol. Teşekkürler. Vallahi çok güzel sağırdı. Doğrudan da şirin. Oy Allah, mən ilk pensiya yaşına çatacağımı düşünmürəm. İndi gəncik, yaşlanmayacağımızı düşünürük, amma o vaxt gəlib bizə də çatacaq. Bugün şəhər sakinlərinə sual ünvanladıq. Görəsən onlar ilk pensiyalarını hara xərcləyəcəklər və yaxud da ki, hara xərcləyiblər? Yeyib içməyə. Niyə xəşliyim mən onu? Allah hakkı yarım bak, o oğlumun az gülü. Bak bu çok güzel sağırdı doğrudan. İlk pensiyamı nəvələrimə. Hədiyyə almısınız da onlara. Hediye almışam, ne isteyip almışam. Hakikaten daha bize ne lazımdı? Pensiyadır ki hem özel hem de uşaqlar için xərcləyəsən. Pensiyanı aldım, getirdim onun için oyuncaklar aldım, meyve aldım, banan aldım, her şey. Pensiyaya var. Halalmışım. Şirin çatdı, amma yaşım çatmır. Meyve bazarlıq eləmişəm, özümə paltar almışam. İlk pensiyam olub hardasa 148 manat. Yaşlananı. Bilirsiniz siz, mən tam bilmirəm. Yalan deyirəm. Bilmirəm. Yəqin ki, daha çox paltar almağa fikirləşirəm. Yəni geyimə xərcləməyi fikirləşirsiniz. Geyim. Aldığınız ilk pensiyayla nə edəcəksiniz? Ay kızım sevinçli alacağım. Başka neye çatır ki? Dermana çatmır, yemeğe çatmır, hiç şey çatmır. Bir de sevinç kısmına çatar da. Başka isteye. Şimdi ki təqaüdlər ne tolku mənə? Başka cemaat aldığı maaşla toy gedebilir. Ya bir xeyir işe, bir şər işe. Mən 50 yaşdan o tərəfə keçəcəyimi düşünmürəm. Heç ümidiniz yoxdur. Heç ümidim yoxdur, yox. Heç görək ala bilirikmi ki? Vaxtı elə uzadırlar ki, almaq mümkün deyil. 57 yaşım var, amma inanmıram. Gündə yəni ədalətlə şey eləmirlər, pensiyanı tərtib eləmirlər. Ədalətsizlik var. Bəs alsanız nə almağı düşünürsünüz? Alsam bir xeyirli bir şeyə, yəni xeyirli bir şeyə sərf eləyərəm. Pensiyalanda ilk aylığınızla nə edəcəksiniz? Elə bir düşüncəm yoxdur da, o haqda fikirləşməmişəm heç vaxt. Vallahi mən hərbidən pensiya çıxmışam. Ürəyim nə istəyib onu da almışam. Hə, oğlanlarıma telefon almışam. Gələcəkdə alacağınız ilk pensiya ilə nə almağı düşünürsünüz? Pensiyamın miqdarında nasıl daxı, nə bilim. Yəni təxmini hara xərcləməyi fikirləşirsiniz? Bir şeyə yatırım eləyərəm, daha da gələcəyimi 65 yaş. güvənə almaq üçün. Aldığınız ilk pensiyanı hara xərcləmisiniz? Çoxdan almışam mən, nə bilim. Nə aldığınızı xatırlamırsınız? Yox, xatırlamıram. Birincini nəvələrimi xərcləmişəm. Alacağınız ilk pensiyanı hara xərcləməyi düşünürsünüz? Nə bilim, uçaram da harasa da, xarici ölkələrə. Mənə görə birinci pensiya ilə 1000 manat, 1200 manat verəcəklər. Məncə o ilə 1000 manatla səyahət eləmək olar deyə düşünürsünüz? əlbəttə.